Təmiz Quba Mənzil Kommunal Təsərrüfat Birliyinin direktoru Dayanət Orucovun özünə müavin təyin etmək üçün Quba rayon sakini Rəşad Əmraslanovdan rüşvət qismində 2500 manat vəsait alması ilə bağlı yeni faktlar üzə çıxıb. Sevinç Aymaza müraciət edən Quba rayon sakini Qafurov Həmid Yaşaroğlu bildirib ki, o dostu Rəşad Əmraslanovu Təmiz Quba Mənzil Kommunal Təsərrüfat Birliyinə işə düzəltmək üçün Dayanət Orucovla görüşdürüb. İdarənin inzibati binasında baş tutan bu görüş zamanı Dayanət Orucov Rəşad Əmraslanovu həmin idarəyə işə düzəltməklə bağlı razılıq verib. Dayanət Orucov Rəşad Əmraslanovun həmin müəssisəyə direktor müavini vəzifəsinə təyin edəcəyi vədini verib və bunun üçün ondan 5000 manat vəsait tələb edib. Bu vəsaitin yarısını, yəni 2500 manatını öncədən, qalan yarısını isə işə təyinatla bağlı əmr verildikdən sonra alacağını bildirib. Razılaşmadan qısa müddət sonra tərəflər Quba rayonunun Nüqədi kəndi ərazisində görüşərək öncədən razılaşdırılmış olan 2500 manat vəsaiti Dayanət Orucova verib. Bundan sonra Dayanət Orucov onlara bildirib ki, qalan 2500 manatı da bir həftə müddətində hazır etsinlər. O, bu təyinat üçün artıq lüzumlu olan müvafiq inzibati strukturun razılığının alındığını bildirib. Bir müddət sonra sözü gedən həmin vəzifəyə başqa bir şəxsin təyin olunduğu müəyyənləşir. Amma Dayanət Orucov qarşı tərəfin bu narazılığını onu başqa bir vəzifəyə təyin etməsi vədləri ilə sakitləşdirir. Amma bir müddət sonra vəd verdiyi həmin vəzifəyə də başqa bir təyinatın olduğu bəlli olur. Qeyd edək ki, bu vətəndaş Həmid Qafarovun Dayanət Orucov tərəfindən düşürüldüyü ilk dələduzluq quyusu olmayıb. Belə ki, 2025-ci ilin 19 yanvar tarixində, yəni Dayanət Orucovun Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor olduğu müddətdə Qafurov Həmid Yaşaroğlu'nun şəxsi mülkiyyətində olan 22 hektar bağ sahəsinə verilən subsidiyanın intensivlik prinsipinə əsasən hesablanması üçün ondan 5000 manat vəsait alıb. Allah hamısını çıxartdırmışım. Allah canlısı olasın. Hayır, bu işləmə müsarifə ilə var. Allah hamısını çıxartdırmışım. Ben burada bəziləri yoxlamaya düşmür, dəqiqləşdirmişəm. Bilmirəm nə vaxt düşəcək, amma heç 22-23 hektar yoxdur mən. Hamısını təxmini hesablamışam. Allah olasın. Sənin bağında qalırsa heç nə. Yox, hamısı deməm, yaşamam köməkdir. İndi Allah'ın köməkliyi sabaha saat 3'te görüşür. Mən el aramam ki, mən qardaşlara deyirəmsə. Amma Allah canlısı, mən hazıram. Yox, bilirəm, gedirəm, Hə. işimi həll eləyirəm, gəlirəm, gəlib də sənə deyirəm ki, mən işimi həll edərəm. Yəni nə tər məsləhət, mən hazıram. Bunu da qoy, pulunu da qoy, qoy qardaşım. Narahat olma, mən ya Amma hələ mən... orada 5000 deyir. Hə, 5000. Nə pulacı deyir, yox elə kağızla qoy. Mən siyahı qoymuşam. Qardaş, mən pul almadan qorxmuram ya. Yox, qoy müəllim, biz Sovet məhsulü qoymuşuq. Yox, Özdəki müəllim. İkincisi də sən barədə də Ben heç eşən bilməsin. Ben yani bu barədə ikimizin arasında qalsın. bu söhbət, İkimizin arasında. söhbət, Eyşən bilir, bu söhbət. Pulu bilməsin. Yox, bu söhbət, bu qoxulu söhbət. Dedim, bunu Bakı ört bastır eləməsə, bunu Bakı ört bastır eləməsə, vurub üçlü pulun iki mislinə vurub kassaya ödətdirəcək. Sən nə danışırsan? İşləyirsən? Yox, təsərrüfatdayım. Dövlət işi işləməzsən olsa. Yox, nəsə fikrim yox. Neynə məsul? Mesela bir yaxşı şey olur. Doğrudan? Ben bir yerde işləyirəm. Yox, mən bu cür bilmirdim. Mən də bilirdim ki, bir dənə intensiv deyil. İntensivdir bir dənə. Yox, heç ağac yoxdur yerində. Koordinat vurmalıdılar. Onlar başqasının bağını vurdular sadəcə. Xəbəri var, Eyşən aldı onu. Cavan qələmlilərdir məndə. O Eyşən aldı boyutda. Cavan qələmlilər. Bəsdir də, gəlməyək da bağa. Yox, cavan qələmlilərdir. Olsun. Ya boş torpaqda üsməlli. Dayanət Orucov vətəndaş Həmid Qafarovdan aldığı 5000 manat pulun qarşılığında onun bağ sahəsinin subsidiyasının intensiv hesablanması vədini versə də, bu vədinə tam olaraq müəssər ola bilməyib. Bağ sahəsinin 14 hektarı yoxlamaya düşmədən planlaşdırıldığı kimi keçirilsə də, aparılan monitorinq nəticəsində yerdə qalan 8 hektar bağın subsidiyasının intensiv hesablanması mümkün olmur və beləliklə hər hektar üçün 800 manat cərimə tətbiq edilərək ümumilikdə 2 illik məhdudiyyət tətbiq edilir. Yaranan bu problemdən sonra Dayanət Orucov Həmid Qafarova narahat olmamağı, məsələnin həll edilməsi üçün birbaşa olaraq Kənd Təsərrüfatı Nazirinin müavininə zəng edərək xahiş etdiyini bildirir. Qeyd edək ki, Həmid Qafarov faktla bağlı Quba rayon prokurorluğuna müraciət edib. Vətəndaşa rayon prokurorluğundan bildirilib ki, faktla əlaqədar olaraq cinayət işi açılıb, araşdırmalar aparılır.